Zəng eləmişdilər? Hə, eləmişdilər. İncə-müncə qadın səsi deyib, dedi ki, yarım saatdan sonra yenəcəyim olacaq. Dünən sənin o müğənni barədə reportajına qulaq astım. Bilirsən, məncə... Bəli. Buradadır. Baş üstə. Hə, deyəsən əminkidir. Alo, buyurun. Salam. Yaxşı, çox sağ olun. 7-nin yarısında mən gələcəyəm. O deyil. Yox, Qatilistlər Cəmiyyətindəndir. Sərgahçılar. Nə monoloq? En göydən yerə. Yarım saatdır mən burada boğazımı yırtıram, amma sənin heç vecinə də deyil. Ənvər müəllim Abdullah Kərimoviçi bir təhər elədi Barsa oğluna görə. Ömrümdə belə monoloq eşitməmişdim. Dedi ki, bezdarının birisidir. Abdullah Kərimoviç qayıtdı, kömək eləyin, cavan kadırdı. Ənvər də hamının yanında. İstedad qalsın bir yana dedi. Müxbir olmaq üçün adamda heç olmasa bir balaca savad da olmalıdır. Çəpişin dayısı sındırmadı özünü, dedi ki, ondan jurnalist olacaq, özü ki, prekraslı. Ənvər müəllim cavab verdi ki, bir şeyi yaddan çıxarmayın, dinləyicilər istədikləri vaxt radionu söndürə bilərlər. O, ömründə heç vaxt ağıllı şey yaza bilməyəcək. Bunu eşidəndə Abdullah Kerimoviç tərs-tərs Ənvəri süzdü. Bu yaxınlarda ikisindən biri işdən gedəcək. Ağlım kəsmir. Görərsən, mən ölü, sən diri. Redaksiyaların birləşməsi, bazar ertəsinə çağırılmış iclas filan, hamısı bunun üçündür. Bizə nə var? Bax, əgər sən doğrudan da yaxşı dost olsaydın, gedib mənim verilişimə qulaq asardın. Konfetə? Məsələ bunda deyil. Çox ciddi şeydir. Efirə getməmişdən qabaq sənin fikrini bilmək istəyirəm. Yaxşı, get. Bu saat, bircə dəqiqə. Deməli, yenə gəlmişsən, Zaur. Baxı, mən xahiş eləmişdim. Mən çox gözlədim. Sənin zəngini gözlədim, amma sənin zəngin vurmadın. Mən də gəldim. Başa düşə bilmirəm. Yəni, sən məni heç görmək də istəmirsən. Görmək də istəmirsən. Sənin üçün hər şey adi görünür, Zaur. Birdən-birə gəlib soruşursan ki, məni görmək istəyirsən ya yox. Yaxşı, necə bilirsən, belə suala cavab vermək asandır. Mən özümə cavab deyəm. Mən səni çox görmək istəyirəm. Bir neçə gündür ki, ancaq bu haqda fikirləşirəm. Necə səni görəm?
Bir neçə gün. Necə də çoxdur. Mən sənə qibd eləyirəm. Xoşbaxt adamsın Zaur. Heç bir şey yadında değil. Yadımda değil ki biz bir vaxt birbirimizi sevirdik. Bir vaxt deyirdin ki sensiz bir günüm de olmasın. Yadımdadır. Güzel vaxtlar idi. Bizim en güzel illərimiz. Her şey yadımdadır. Axı o vaxt biz uşaq idik. Neçə yaşımız var idi onda? Məktəbi təzə qurtarmışdıq. Hə, haqlısan. Buna ilk məhəbbət deyirlər. İlk məhəbbətdən danışanda həmişə gülürlər. Üstəlik də əlavə eləyirlər. O bir də heç vaxt geri qayıtmır. Hamının başına gələn əhvalatdır. Bəli, belə deyirlər. Axı mən səni çox sevirdim, Zaur. Səndən başqa heç kəsə sevirəm deməmişəm. Sən bunu hiss eləmədin. Məni düz başa düş. Səni heç də günahlandırmıram. Sən yaxşı oğlansan. O vaxt əzab çəkirdim. Uzun müddət səndən heç cür ayrıla bilmirdim. Sonra yaxşı adama ərə getdim. Biz 2 il yaşadıq. Ayrıldıq. Bu 2 ildə azı 10 dəfə ona Zaur demişəm. Çünki hər dəfə o məni öpəndə mənə elə gəlirdi ki, bu sənsən. Sonra başa düşdüm ki, daha onunla yaşaya bilməyəcəyəm. Ayrılmalı oldum. Bəs niyə sən bir dəfə də olsun məni axtarmağa cəhd eləmədin? Niyə? Ne üçün? Ne üçün? Ona görə ki, mənası yoxdur. Axtar, axtarma. Nadir səni axtardı, nə oldu ki? Tənə eləmək istəmirəm, məni düz başa düş. Ancaq, bax, indi bizim konsertdən sonraki söhbətimizi xatırlayıram. Sən həqiqətən əminsən ki, heç kəsə borçlu deyilsən? Yox. Əslində, hamı başqaları qarşısında müəyyən mənada günahkardır. Hamı. Kimə sənə baxsa borçlu qalıb. Sənsə xoşbaxt adamsın, Zahar. Bunu hiss eləmirsən. Bir də ki, əvvəllər sevirdim səni. Hə, indi isə sevmirəm. Gizlətmək istəmirəm. 10 ildən sonra səni yenidən görəndə az qala ağlım başımdan çıxacaqdı.
Çünkü birdən-birə hər şeyi xatırladım. Unutduqlarım bircə-bircə yadıma düşdü. Bura bax. Bir dayan. Biz belə asanlıqla ayrıla bilmərik. Bir belə vaxt keçəndən sonra görüşmüşük. Mən səni itirə bilmərəm. Yox. Mən daha istəmirəm. İstəyə bilmirəm. Bir saatdan sonra gələrsən. Yaxşı sabah. İstəyirsən bir suyun saat 7-də həmişə görüşdüyümüz yerdə. Gəl, mütləq eşidirsənmi, gəl. Yaxşı. Yox. Mən gedim, Zaur. Gəl. Görüşməsəydik yaxşı idi. Xahiş edirəm səndən. Başa düş, çox xahiş edirəm. Sən gəlməlisən. Gəl. Sağ ol. Mən səni sabah yox birisi gün gözləyəcəyim, saat 8-də. Birisi gün.